İnsanlar müraciət etmək istədikləri psixoloqları necə seçməlidir? Bəzi psixoloqlar seansları çox boşu-boşuna və yalandan uzaldır. Çünki mütləq onların da travması vardır. Xəyanətə uğramış, yəni xəyanət qurbanı olan bir şəxsə tövsiyə edib ki, sən də get eynisini elə. Azərbaycanda psixoloji səviyyəsi getdikcə yaxşılaşır. Bu mənim cəhətimdən ümid verici bir şeydir, bir mövzudur. Əvvəlcə biraz daha səthi yanaşırdı insanlar. Amma artıq deyə bilərəm ki, insanlar psixoloqun və terapistin nə qədər əhəmiyyətli olduğunun fərqində. Onu eşidir hər gün və yaxşı psixoloqlar var bu dəqiqə Azərbaycanda. Hansı ki, en azından etik qaydalara yəni uyğun bir şəkildə rəftar edərək seanslar aparır. Mən təzəlikcə də bir neçəsi ilə tanışmışam və bunlar çox ümid verici idi. Bəzən çox da etik olmayan şeylər də görünür. Yəni görünməmiş deyil. Hansı ki, çalışdığı sahə psixologiya olmasa, yenə də görürsünüz psixologiya sahəsində fəaliyyət göstərmək istəyir. Bəzən kim hansı işə baxmalıdır, hansı sahədə çalışmalıdır, buna çox diqqət yetirilmir. Hər kim, hamı bir-birinin işinə müdaxilə edir. Halbuki ideal versiyada budur ki, hər mütəxəssis öz sahəsində fəaliyyət göstərsin, özünə aid pasientləri qəbul eləsin. Beləliklə, hamı en müsbət nəticəni alır. Amma bəzən görürük ki, onu da belə hələ ki, yavaş-yavaş başa salmağa çalışır en azından insanlara. Amma deyək ki, ümumi səviyyədə inkişaf olur. Olur, çünki həm xaricdə təhsil alan çoxlu mütəxəssis gəlir. İçəridə Azərbaycanın içində özünü gelişdirən çoxlu yeni nəsil psixoloqlar var. Onlar çox ümid vericidir. Bu da əvvəlcə biz Azərbaycanda çıxış eləyəndə psixologiya mövzuları ilə bağlı danışanda bəzən ola bilsin çox da maraq görməyə də bilirdi. Show biznes və yaxud daha tip üzərinə insanlar daha çox maraq göstərirdi. İndi görürəm ki, bizim çıxışlarımızda, bizim danışıqlarımızda psixologiyaya daha maraq göstərilir. Çünki hər insan bunu başa düşür ki, yəni öz sahəsi, özü ilə bağlı bir məsələ var. Cütlüklər özlərini görür orada. Uşaqlarını görür insanlar və yaxud fərdi problemləri görür. Ona görə inkişaf var və çox qəşəng bir yerə gedirik. Bu çox qəşəng fikirdir. Bu çox qəşəng sualdır deməli. Çünki insanlar bilmir kimi seçəcəyini. İnsanlar sadəcə eşitdiyi o maraqlı sözlərə bəzən inanaraq yaxınlaşır bəzi mütəxəssislərə. İnsanlar bir neçə cəhətdən diqqətli olmalıdır. Terapiya seansları çox fərdi və özəldir. Yəni bir-birinə bənzəmir seanslar. İndi siz bir psixoloqa yaxınlaşsanız, terapiya almaq istəsəniz, mən də yaxınlaşsam, terapiya almaq istəsəm, ikisi bir-birindən fərqli bir prosesdə baş verə bilər. İnsanlar müraciət etmək istədikləri psixoloqları necə seçməlidir? Birincisi təcrübəsidir. Təcrübə. Neçə il təcrübəsi var? Haralarda çıxış edib? Hansı kitabları yaza bilib? Və yaxud özə ən önəmlisi budur ki, özünü akademik cəhətdən necə inkişaf etdirib o psixoloq. Adətən görürsünüz, bəzi psixoloqlar çox səthi danışır, çox səthi yanaşır. Psixoloq nə qədər elmi danışdıqca göstərir ki, daha məqalələrdə, yəni daha çox məqalə oxuyur, daha çox özünü gelişdirir, daha çox nə bilim, özünü workshoplarda, özünü təlimlərdə inkişaf etdirib. İkincisi budur ki, psixoloqun pul peşində, pul axtarışında olmadığından əmin olsun. Bəzi psixoloqlar seansları çox boşu-boşuna və yalandan uzaldır. Seansları getdikcə, elə bu şəkildə gəl, sən ancaq gəl. Yəni bu səviyyədə. Bu deyil axı seans. Terapiyanın müddəti bəllidir. Ekolu bəllidir. Pasient bunu bilməlidir ki, hansı ekolla biz çalışırıq. Birincisi, harada oxumusunuz? Kimlərə dəstək olursunuz? Neçə il təcrübəniz var? Hansı pozuntularda daha çox müsbət nəticə almışsınız? Və bizim seanslar neçə dəqiqə zaman alacaq? Bunlar çox önəmlidir. Bunları bilmək pasiyentin haqqıdır. Çox vaxt təcrübəli psixoloqlar pasiyent soruşmadan bunları bildirir onlara.
Sual belə ola bilər ki, hansı psixoloqun travması yoxdur? Yəni məncə biz əgər elə bilirik ki, psixoloqların travması problemi yoxdursa, bu böyük bir yalan olar. Bütün psixoloqların travması vardır. Travmanın mənası ümumiyyətlə bu deməkdir. Kapasitemizi aşan, kapasitemizdən bir daha yüksək dərəcədə bir hadisənin baş verməsi. Buna travma deyirik. Yəni mənim həyatımda elə bir hadisə baş verir ki, bunu mən aşa bilmirəm. Bunu mən təhəmmül eləyə bilmirəm. Mənim təhəmmül səviyyəmi aşır. Yüksək səviyyədə bir təcrübə yaşayıram. Bütün psixoloqların şəxsi həyatı var. Şəxsi problemləri var və bunları mütləq yaşayır. Klinik psixoloqlar və ya psixoloqlar mütləq terapiya almalıdır. Çünki mütləq onların da travması vardır. Bəzən indi bizim platformumuzda belə bir ənənəmiz var. Şəxsi superviziyamız var. Yəni bir psixoloq gəlib məsəl üçün 5-10 psixoloq arasında oturur və öz təcrübələri haqqında danışır. Nə yaşayıb? Tamam demirik ki, otur illa ki məsəl üçün bir psixoloqun klinikasında, terapiyasında iştirak elə ki, o daha yaxşıdır. Amma en azından oturup bir komanda arasında danış. Nə yaşadın, nə gördün, nə hiss elədin və fərqindəlik yaranması lazımdır. Adətən klinik psixoloqlar bunun fərqində olduğu üçün hamısı terapiya alır. Dəstək ola bilirmi insanlara? Dəstək ola bilər. En pisi məncə güvən itirməsinə səbəb olur. Bizim indi en çətin dəstək ola biləcəyimiz pasientlər bilirsiniz kimlərdir? Buna həmişə biz universitetdə oxuyanda neçə illər əvvəl professorlarımız deyirdi. Deyirdi ki, bəzi kütlə var ki, biz onlara çox çətin kömək ola bilirik. Onlar dəfələrlə səhv psixoloqlara müraciət edən pasientlər olub. Çünki artıq söz eşidə bilmir, güvənə bilmir. Bəzən mən çox dəhşət verici şeylər eşidirəm. Bəzən pasiyenti içkiyə dəvət edən psixoloqlar olur. Xəyanətə uğramış, yəni xəyanət qurbanı olan bir şəxsə tövsiyə edib ki, sən də get eynisini elə. Və problem biri də olur 2, 3, 4, 5. Qeyri-etik yanaşmaq bəzən pasiyenti hətta intihara belə götürə bilər. Yəni hətta düşünün ki, intihara fikri olan bir pasiyent bizim yanımıza gələndə ona biz çox səthi, çox dolaylı bir şəkildə yanaşırıq. Bunları biz təlimlərimizdə həmişə deyirik. Məsəl üçün bir pasiyentin belə bir fikrini düşünürüksə, məsəl üçün elə bilirəm ki, pasiyentin belə bir fikri var. Heç vaxt demirəm ki, indiyə kimi olub özünə intihar eləmək istəyəsən. Ya da heç vaxt olub özünü bu şəkildə intihar eləməyə. Hələ şəklin adını belə çəkənlər var. Biz pasiyentə seçim edə bilmək gücünü veririk. Onda güc yaradırıq, onda cəsarət yaradırıq ki, öz həyatının idarəsini öz əlinə alsın. Mənim pasiyentlərdə mənim dediyim ən xoşladıqları cümlə budur ki, bir ilk seansda hamısına eyni cümləni sərf edirəm. Deyirəm ki, bizim məqsədimiz budur ki, siz son seansda özünüz öz psixoloqunuz olacaqsınız. Yəni kimdənsə asılı olmadan, kiməsə davamlı soruşmadan, özünüz biləcəksiniz ki, ən doğru qərar hansıdır. Və ən ziyan verici, yenə də psixoloqlar onlardır ki, onu asıllı saxlayır. Davamlı elə şərait yaradır ki, onun yanına gəlsin, pulu üçün, ya da nəyəsə üçün. Və belə məqamlarda da pasiyent bunu başa düşür, güvənini itirir, artıq gəlmək istəmir. Məni en çox narahat edən, əslində koç dəstək ola bilir. Koçluğun çox müsbət tərəfləri var. Ancaq bəzi koçları görürəm ki, psixi pozuntuları ilə işləmək istəyir. Problem orada yaranır. O sizə biraz əvvəlcə danışmışdım. Əslində bizim problemimiz koçların işləməyi ya da motivatorlar, bunlar deyil. Bəzi insanların, bəzi mütəxəssislərin öz sahələrində xidmət göstərməməkləridir. Yəni, fərqli sahələri giriş edirlər. Sanki mən klinik psixoloq olaraq dərman işinə girişirəm və dərman tövsiyə edirəm. Problem burada yaranar.
Hər kəsin öz sahəsi var. Koçlar çox gözəl dəstək ola bilir. Mən bəzən yönləndirirəm. Məsəl üçün koçun işi budur ki, normal bir insan, yəni pozuntusu olmayan, şəxsi həyatında hansı bacarıqlara malik olsa özünü inkişaf etdirə bilər. Məsəl üçün insanlar arasında münasibətlərdə problem yaşayır. İki cütlük bacarmırlar necə ünsiyyət qursunlar, bacarmırlar necə dalaşsınlar. Bəzən bacarmırlar necə uşaqlarına dəstək olsunlar. Yenə uşaq psixoloqları da burada dəstək olur. Amma koçların belə bir yaxşı özəlliyi var, hansı ki, bəzi bacarıqlar, bəzi məharətləri qəşəng öyrədirlər. Məsəl üçün, orada mən mütləq yönləndirirəm. Bəzən yaxşı koçlar da tanıyıram. Amma ola bilsin, indi koçdur, bəzən NLP mütəxəssisləridir. Bunlar pozuntu üzərinə işləyə bilməz. Və konkret şəkildə onlar o həssas nöqtələri bilmədikləri üçün elə olur təəssüf ki, mənə gəlir pasiyent, məsəl üçün şizofren pasiyentim olub, hansı ki, NLP mütəxəssisi istəyib şizofren də işləsin. Axı sənin o haqqın yoxdur və durumu daha da pisləşdirirsən. Və bunu da yaşayırıq. Mənim pasiyentim en pis vəziyyətində mənim yanıma gəlmişdi. Halbuki o güvən əskikliyi olmasaydı məndən daha tez dəstək ala bilərdi. Ona görə biz uzun bir müddət onun güvənini təzədən qazanmalı olduq terapiyalarda. Ona görə mənim mütləq tövsiyəm indi həm koçlarımıza, həm NLP mütəxəssislərimizə, həm bu sahələrdə indi motivator işləyənlər də var. Gözəl motivasiya verir. Yaxşı, ver. Bu çox gözəldir. Amma yerində və adamına görə. Əgər hiss edirsən ki, problemi var, pozuntusu var, uşağına ziyan verir, özünə ziyan verir, özünə ziyan vermək təhlükəsi var və hətta uzun bir müddətdir sən onunla işləyirsən, görürsən ki, sağalmır da, görürsən ki, onun daha dərin problemləri var, onu mütləq bir psixoloqa, klinik psixoloqa yönləndir, psixiatra yönləndir. Beləliklə, sənin də işinin etibarı artır. Ona görə mən mütləq pasiyentlərə də, danışanlara da tövsiyə edirəm ki, ilk başda onlara getməyin. İcazə verin, mən klinik psixoloq olaraq yönləndirim sizə onlara, əgər ehtiyac olsa. En çox görülən psixi pozuntu təşviş pozuntularıdır. Təşviş pozuntusu. Təşviş pozuntusu en çox görülən problem. Ondan əlavə depressiya da çox görünür. İndi depressiya demirik, o patologiya şəklində mood pozuntuları görülə bilir. Utancaqlıq dediyimiz əslində Azərbaycanda da biraz bu çox görünən bir şeydir. İndi burada uşaqları daha səssiz, daha utancaq olmağa belə təşviq edirlər. Yəni uşaq nə qədər səssiz, sakit, başı aşağı olanda deyirlər yaxşı uşaqdır. Amma bu bəzən sosial təşviş əlamətidir. Social anxiety dediyimiz əslində bu sosial bir təşvişdir. Yəni uşaq qorxur insanlardan. Bu utancaqlıq deyil, bu tərbiyə deyil. Bəzən uşaqlar danışmaqdan qorxur, təhlükə hiss edir. Ona görə bunlar qarışır bəzən, amma bu çox görünən problemlərdəndir. Cütlüklər mənə çox müraciət edirlər. Çünki təşviş problemi elə cütlüklərin birində olsa, digəri də problem yaşayır. Ona görə çox vaxt ikisi də müraciət edir ki, bu çox yaxşıdır, belə deyim də. Amma en çox gördüyümüz təşviş, depressiya, OKB və yemək pozuntuları, o da çoxdur. Buna bənzər. Kişilər niyə daha az psixoloqa müraciət edir? Kişilər niyə daha az terapiya alır? Kişilər niyə daha az özündə hər hansı bir dəyişiklik yaratmaqdan qaçınır? Bu sual çox önəmlidir və bunun fərqli səbəbləri var. Birinci səbəb budur ki, adətən kişilərə yüklənilmiş bir rol var. Buna biz yüklənilmiş bir cinsi rol deyirik. Kişilərə uşaqlıqdan deyilir ki, bəs sən kişisən, sən güclü olmalısan, kişi ağlamaz, kişi zəif olmaz. Və kişilərdə öz emosiyalarını başa düşməkdə çətinlik yaradıb əslində bu zehniyyət. İkinci amil budur ki, ümumiyyətlə buna görə kişilər daha az öz emosiyalarının fərqində. Kişilər daha az başa düşür ki, nə hiss edir. Özəlliklə mənfi emosiyalarının daha az fərqində olur.
Kişilər ağlamaq istəmir. Ağlamaq gəldiyində belə o ağlamaqdan qaçınır. Və belə məqamlarda da kişilər adətən səbəb olur ki, üçüncü amil, kişilər daha fərqli yöntəmlər seçir əslində öz psixoloji problemlərini həll eləmək üçün. Bəzən kişilər içki içir, spirt içir. Bəzən kişilər çalışır, evdən çöldəki bəzi aktivitələrlə öz psixi problemlərini həll eləsin. Halbuki bu qısa müddətli bir həldir. Bu davam edəcək, davamlı bir çözüm yolu deyil. Buna görə də kişilər daha az o ehtiyacı hiss edir ki, gedib kimdənsə dəstək alsın. Və en önəmlisi bunların hamısı da səbəb olur ki, kişilər çox gec dəstək alır. Kişilər çox gec terapiyaya müraciət edir. Və buna görə də kişilər durumlar, vəziyyətlər en dərinləşəndə, en kök salanda və en pis vaxtda terapiyaya gedir. Heç vaxt terapiya və dəstək almağa gec deyil. Ancaq elə məqam var ki, biz bir problemi qısa müddətdə həll edə bilərik. Bəzən də kök saldıqdan sonra və sevdiklərimizə, ailəmizə ziyan verdikdən sonra dəstək ala bilərik ki, belə məqamda da çox zaman alır. Məqamlarda da bəzi kişilər səbrini itirir, səbirli ola bilmir və seansları daha erkən buraxa bilər. Buna görə də bizim həmişə tövsiyəmiz budur ki, kişilər mütləq dəstək alsın, özünün fərqində olsun, özünə diqqət yetirsin və bizə müraciət etsin və bunun ziyan görməyəcək və çox razı qalacaq.